Müğənni meyxanaçı Samirə yaşadığı faciələrdən danışıb. Oxu24.com xəbər verir ki, müğənni ATV kanalında yayımlanan rəngarəng verilişində həyat yoldaşının ölümündən danışıb. Onun sözlərinə görə, həyat yoldaşı oxuduğu toyda onun gözünün önündə dünyasını dəyişib. Yoldaşım mən oxuduğum dostunun toyunda yerə yıxılıb öldü. Bütün bunları gözlərimlə gördüm. Yoldaşım dünyasını dəyişəndə oğlum Fəridin cəmi 9 yaşı var idi. Bu, 1997-ci ildə baş verib. Yoldaşım polis işçisi idi. Cinayət axtarış şöbəsində işləyirdi. Ondan sonra ailə qurmadım. Həyat yoldaşımdan başqa kişi çörəyi yeməmişəm. Pandemiya dövründə işsiz qaldım. Taksi götürüb sürücülük etdim. Həmin vaxt məni qınayanlar da oldu, deyə müğənni canlı efirdə bildirib.